Əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. Sizi bu dəfə Antalya, Alanya yox, Mersin, Anamur ilçəsindən salamlayıram. Bəli, biz bugün gəlmişik Anamura. Anamur Alanyadan 120 kilometr məsafədə yerləşir. Anamur ilçəsi bura Anamurun tam mərkəzi küçələrindən, mərkəzi hissələrindən biridir. Əhalisi 70 min nəfərdir. Əsasən tarımçılıq, əkinçiliklə məşğul olurlar və Anamurun bir başqa adı da muzun başkəndi, yəni bananın başkəndi. Çünki Türkiyənin 50% banan, muz üretimi Mersinlə bağlıdır. Mersin isə əsasən Anamurla bağlıdır. Burada baxın, Arzum restoranı var, lahmacun kebab və məndən sol tərəfdə burada Muşurup Sanat Sokağı. Bu ərazi Muşurup Sanat Sokağı adlanır. İndi orada gedəcəm. Belə götürdükdə Anamur yuxarıda yerləşir. Dəniz qarşıdadır. Belə yaxınlaşdırım, baxın, dəniz görsənir. Anamur isə biraz, yəni mərkəz hissəsi yuxarıda yerləşir. Aşağıda iskələ var, sahil var, çoxlu binalar, yaşayış obyektləri, otellər və s. Ben isə videomu buradan başlamaq istədim. İndi isə yavaş-yavaş Müşürüp sokağa girək. Buraları da göstərək. Bugün bazar günüdür. Havanın temperaturu 20 dərəcə. Biraz rüzgar var Anamurda. Ona görə çox yerlər bağlıdır. Həm də Ramazan, oruçluq. Çox restoranlar, kafelər bağlıdır. Və Müşürüp sokaq sadə, balaca bir küçədir. Buranı göstərək sizə, əziz dostlar. Deməli, Anamurun əhalisi hardasa 70 min nəfər. Muzu dedik, muzdan başqa tarım şəhəri olduğuna görə bir çox bitkilər, bir çox meyvələr, tərəvəzlər burada yetişdirilir. Avokado, banan, çiyələk və s. Bura yolunuz düşəndə yol boyu yayda əsasən görəcəksiniz. Hər yerdə çiyələklər satılır, muzlar qoyulur, satılır və s. Anamur həm də Mersinin Antalya'ya en sonuncu ilçəsidir. Antalya'ya sərhəd olan ilçəsi sayılır. Mersin də böyük ildir. Mersindən çoxlu videolarımız var. Baxa bilərsiniz. Anamurdan hər zaman keçirdik, gedirdik Mersin tərəfə, Adana, Gaziantep. Bu dəfə bazar günü dedik, gedək Anamuru yaxından tanıyaq. Anamur Belediyesi Muşrup Sanat Sokağı. Burada da Ziraat Bankın binasıdır. Çox tarixi bir şəhərdir. Bir çox sivilizasiyalar bura hakim olub zamanında və ən son Osmanlı və Türkiyə Cumhuriyyətinin tərkibindədir. Gözəl bir yerdir, gözəl dənizlər, plyajlar, mənzərələr. Facebook və Instagramda, həmçinin TikTokda paylaşmışam yol boyu mənzərələri. Musiqi sədası altında baxa bilərsiniz qısa videolarda. Burası isə Güvən Mobilyadır. Deniz Bank. Alanya'dan bura hardasa yol 2 saat. 2 saat yarım çəkir. Bəli, əsasən burada dövlət obyektləri, banklar və s. Balaca bir sanat sokağıdır bura. Baxın, təbiəti necə gözəldir. Yuxarıda meşələr, aşağıda dəniz. Çoxlu yeni binalar da inşa olunur. Gələcəkdə turizm üçün çox perspektivli bir yerdir. Bununla yanaşı Anamurda çoxlu antik yerlər var. Anamurium, antik kenti, Mamure Kalesi var və s. Körpülər, evlər, eski binalar, tarixi bir yerdir. Onları da gəlib gözünüzlə görə bilərsiniz.
Anamur adı Anamurium sözündən götürülüb. Rüzgarlı burun deməkdir. Yəni əvvəllər Anamuriumun içində, antik kentin içindədir. O da yarımadanın ucunda yerləşdiyinə görə rüzgarlı burun. Burada indi də külək var. Balaca bir bulaqdır. Fuad Uğur mayratı. Böyle bir bulaq da düzəldilib. Və bu küçə yuxarıya doğru davam edir. Burada isə noterlik var, notarius və İş Bankın binası. Belə əziz dostlar, burada göstəriləcək çox bir şey yoxdur. Əsasən görməli yerləridir. Oraları da gəlib görə bilərsiniz. Çox gözəldir. Əgər Alanya'da yaşayırsınızsa 2 saat məsafədə yeni bir yeri kəşf edə bilərsiniz. Mən isə yavaş-yavaş sağollaşıram, videomu yekunlaşdırıram. Gələn videolarda görüşənə dək sağ olun, var olun.